Salam, hər vaxtınız xeyir olsun. 7 iyun 2026-cı ildə dövlət qulubu üzrə keçirilən imtahanda istifadə olunan informatika suallarından birinin izahına baxın. Sualın şərti belədir. Y1 xanasında mövcud olan düstur növbəti Y2, Y3 və Y4 xanalarına köçürülməlidir. Ondan sonra Y5 xanasının nəticəsi hesablanmalıdır. Y5 xanasında ədədi orta qeyd olunub, yəni bu o deməkdir ki, Y1 də daxil olmaqla Y4-ə qədər olan xanalardakı ədədlər, dəyərləri, nəticələri belə deyək, toplayıb sayına böləcək, ədədi ortasını tapacaq. Gəlin yavaş-yavaş suala başlayaq. Birinci növbədə bizə bəllidir ki, əgər biz Y1, Y2, Y3 və Y4 xanalarına sürüşdürmə edəriksə, bu zaman sütun sabitdir, sətirlər isə bir vahid artımla get-gedə artır. Deməli, belə çıxır ki, düsturda olan bütün sütunlar sabit qalmalı, bütün sətirlər isə əgər dollar yoxdursa, yəni mütləqlik yoxdursa, bir vahid artmalıdır. Bunu tətbiq edirik düsturumuza. Bərabərdir. A1 xanası heç vaxt dəyişməyəcək, çünki A onsuz dəyişmir, çünki o sütundur və sütunda dəyişiklik olmadı. Sətirdə də dəyişiklik olmalı idi, amma dollara görə olmadı. Ona görə də biz işimizi rahatlaşdırmaq üçün A1-in yerinə bütün xanalara A1 kimi sürüşəcək deyə biz də A1-in yerinə 5 yazarıq. 5, 5 və 5. Yenə vurma işarəsi təbii ki, qeyd olunmalıdır. Qeyd olunur. B1-in yerinə artıq B sütun dəyişməsə də sətir bir vahid artmalıdır. B olacaq, B1, B2 olacaq, B2, B3 olacaq, B3 isə öz növbəsində B4. Vurma işarəsini qeyd edirik. Sabit ədədlər dəyişməz qalır. Necə ki, burada 2 yazılıb, 2 sabit olaraq qalacaq bütün xanalarda. Amma S1 qabağında S-nin dolları var. Onsuz o S dəyişməyəcəkdi, olmasaydı belə. Amma birinin qabağında dollar yoxdur. Yəni S1, S2 olacaq, S2, S3 olacaq, S3 də öz növbəsində S4 olacaq. Vurma işarəsini də qeyd edirik. Eyni zamanda da D1, D2, D2, D3, D3 isə D4 olacaq. İndi qalır ədədləri yerinə qoyub hesablamaq. A1 vur B1, yəni 5 vur 3 vur 2, belə olduğu kimi də qeyd edirik. 5 vur 3 vur 2 və bir də S1 vur 8. Deməli 30 almışdıq. Onu 8-ə vurduq, aldıq 240. Onun da üzərinə gələcək D1 xanasının qiymətini, yəni 3-ü. Nə yazırıq ora? 243 plus 3-ü də yazaq. Bura, sonra 243-ü qeyd edilir. Silirik bunu. Deməli, belə çıxır ki, bu xananın qiyməti bizdə 243 alındı. Əla. Növbəti xanada yenə hesablama aparırıq. Yenə 5 vur. B2 xanasına yazılıbdır 5. Sonra yenə də təbii ki, 2-yə vuracağıq onu. Ondan sonra artıq S1 dəyişib S2 olub. S2-yə vururuq. Bu da 9 eləyir. 9 yazılıb daha doğrusu xanada. Nəticəmiz 450 olur və üzərinə bu dəfə D2-ni gəlirik. Yəni, bax, bu gördüyünüz 2-ni gəlirik. Bu da bizə verəcək 452. Üçüncüyə keçək. Üçüncü xanaya keçək. Üçüncü xanada qeyd olunub ki, 5 vur B3. Yəni 5, B3 xanasında. Yenə 3 var, 5 dəfə 3, 15. Vurdum 2-yə, 30. 30-u da vururam S3 xanasına, yəni 7-yə. 30-u da 7-yə vuranda təbii ki, 210 verəcək. Bunu da bura qədər 210 tapdıq. Və həmin o 210-un da üzərinə D3 xanasını gəlirik, yəni 5-i gəlirik, alırıq 215. Sonraki sonuncu xanada 5 vur B4. B4 xanasında gördüyünüz kimi 7 qeyd olunub, 5-i 7-yə vurursan. Sonra o dəyəri 2-yə vururuq və ondan sonra da vururuq S4 xanasına ki, burada da 2 yazılıb təzədən. 140 alırıq, həmin 140-ın da üzərinə D4 xanasını, yəni 2-ni gəlirik, alırıq 142. İndi ümumi biz almışıq 243. Ondan sonra aşağıda 452. Oradan 215 və sonda 142. Bu bizə ümumilikdə 1052 dəyərini verir ki,
Həmin 1052-ni də biz toplananların sayına bölməliyik, yəni 4-ə bölməliyik və bu zamanda nəticəmizi alırıq 263 olaraq. Biraz doğrudur, diqqət tələb eləyən, vaxt tələb eləyən sualdır, amma öncəki qəbullarda da yenə buna oxşar vaxt tələb eləyən suallarla biz qarşılaşmışıq. Belə bir sual idi. Hər birinizə uğurlar arzu edirəm. Növbəti imtahanlarda inşallah yenə növbəti sualların izahında görüşəcəyik.